Uyğunluğu müəyyən edin. Osmanlılar məğlub oldular. Bayandurlulara və Səfəvilərə məğlub olduqları döyüşləri soruşur. Ankara döyüşü. Ankara döyüşü 1402-ci ildə baş veribdir və bu döyüş Teymurilərlə Osmanlılar arasındadır. Burada Teymurilərə məğlub oldular. Ona görə A variantını götürə bilmirik. Malatya döyüşü. Malatya döyüşü 1473-cü ildədir və bu döyüşdə demək Ağqoyunlulara, Bayandurlulara Osmanlılar məğlub oldu. 1-ə B variantı düzgündür. Buğurt döyüşü. Buğurt döyüşü 1554-cü ildə olubdur və bu döyüşdə Səfəvilər Osmanlılar üzərində qələbə qazanıblar. 2-yə C-ni götürürük. Həmədan yaxınlığındakı döyüş. Həmədan döyüşü 1535-ci ildə olubdur. Osmanlı sultanı Sultan Süleyman burada yenə Səfəvi hökmdarı 1-ci Təhmasibə məğlub olub. D-ni götürürük 2-yə. Otluq-Beli döyüşü. Otluq-Beli döyüşü 1473-cü ildə olubdur. Bayandurlularla Osmanlılar arasında. Bu döyüşün nəticəsində demək Osmanlılar uduzmayıb, qələbə ilə bitiriblər. Beləliklə 1 B, 2 isə C və D cavabları düzgündür.